Bismillahirrahmanirrahim. İnsan bədəni xəstələnəndə ağrı hiss edər. Bu ağrı bir siqnaldır, həkimə getməyimiz üçün bir xəbərdarlıqdır. Bəs ruh xəstələnəndə nə olar? Ruhun xəstəliyi günahdır. Ruhun ağrısı isə vicdan əzabıdır. İçinizdəki o səbəbsiz sıxıntıdır. Bəzən deyirsiniz, hər şeyim var, amma hüzurum yoxdur. Çünki ruhunuz yaralıdır. Keçmişin səhvləri, Allahdan uzaqlaşmaq ruhunuzu zəhərləyib. Amma Allah öz sonsuz rəhməti ilə bizə elə bir dərman göndərib ki, o dərman ən ağır mənəvi xərçəngi belə sağaldır. Bu dərmanın adı tövbədir, qayıdışdır. Tövbə sadəcə bağışla demək deyil. Tövbə insanın öz fitrətinə, öz əslinə qayıtmasıdır. Tövbə qaranlıq tuneldən işığa çıxmaqdır. Gəlin əvvəlcə bir şeyi anlayaq. Biz tövbə edəndə Allah bizə qəzəblənirmi, yoxsa sevinirmi? Biz çox vaxt Allahı, haşa, cəzalandırmaq üçün bəhanə axtaran bir hakim kimi düşünürük. Amma Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bizə Allahın necə bir rəhmət sahibi olduğunu bu möhtəşəm təmsillə izah edir. Resulullah sallallahu aleyhi və alihi və səlləm buyurur: Allahın qulunun tövbəsinə olan sevinci, sizdən birinin kimsəsiz, təhlükəli bir səhrada dəvəsini itirib, sonra onu tapdığı andakı sevincindən daha böyükdür. Gəlin bu hədisi açaq. Təsəvvür edin, səhradasınız. Suyunuz, yeməyiniz, hər şeyiniz dəvənin üstündədir və dəvə qaçır. Siz tək qalırsınız. Ölüm dəqiqdir. Ümidiniz kəsilir. Bir ağacın altına uzanıb ölümü gözləyirsiniz. Gözünüzü açanda görürsünüz ki, dəvəniz bütün yükü ilə yanınızdadır. O an necə sevinərsiniz? Həyatınız geri qayıdıb. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm deyir: Siz günah edib Allahdan uzaqlaşanda sanki səhrada itmisiniz. Amma Allahım, mən səhv etdim deyib qaydanda Allah sizi qazandığı üçün o adamdan daha çox sevinir. Allah sizin məhvinizə yox, qurtuluşunuza aşiqdir. Başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur: Ət-təibu minəz-zəmb kəməllə zəmbələh. Yəni, günahdan səmimi tövbə edən kimsə heç günah etməmiş kimidir. Diqqət edin, günahı azalan demir, heç günah etməmiş kimi deyir. Bu, ilahi lütfün zirvəsidir. Siz bir kağızı qaralasanız, sonra pozanla silsəniz, yenə də izi qalar, elə deyilmi? Amma Allahın tövbə pozanı elədir ki, o səhifəni tərtəmiz edir, appaq edir. Hətta bəzi ayələrdə Furqan 70 buyurulur ki, Allah onların pisliklərini yaxşılığa çevirər. Yəni, sizin keçmişdəki o qara günahlarınız səmimi tövbə sayəsində savab dəftərinə çevrilə bilər. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur: Tövbə qapısı qərbdən günəş doğmadığa qədər açıqdır, yəni qiyamətə qədər açıqdır. Nə qədər ki, nəfəsiniz gəlir, gec deyil. Şeytan sizə artıq gecdir deyirsə, o yalançıdır. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm qapı açıqdır deyir. İndi isə gəlin məsələnin dərinliyinə enək. Çoxumuz elə bilirik ki, əlimizə təsbih alıb 100 dəfə əstəğfirullah demək tövbədir. İmam Əli əleyhisselam elmin qapısı bizi bu qəflətdən oyadır. Bir gün İmam əleyhisselam bir adamın laqeydliklə əstəğfirullah dediyini eşitdi. Ona tərəf döndü və buyurdu: Sən bilirsənmi istiğfar nədir? İstiğfar əl-illiyyun, yəni ən uca məqam sahiblərinin dərəcəsidir. İmam Əli əleyhisselam bizə öyrədir ki, tövbə söz deyil, haldır. Tövbə inqilabdır və o, həqiqi tövbənin 6 şərtini sayır. Gəlin bu şərtləri bir-bir təhlil edək. Əgər bu şərtlər sizdə yoxdursa, deməli hələ tövbə etməmisiniz. Keçmiş görə peşman olmaq. Qəlbiniz yanmalıdır. Kaş etməzdim deyə sızlamalısınız. Bir daha o günaha qayıtmamağa qərar vermək. Müvəqqəti yox, əbədi qərar. Məxluqatın, yəni insanların haqqını qaytarmaq. Kiminsə haqqını yemisinizsə, qeybətini etmisinizsə, Allah bağışlasın deməklə olmaz. Gedib halallıq almalısınız.
Allahın haqqı, yəni fərzləri ödəməlisiniz. Qılmadığınız namazları, tutmadığınız orucları qəza etməlisiniz. Ən çətin şərt. Haramla bəslənib kökələn ətinizi hüzün və qədərlə əritmək, yəni bədəniniz günahın ləzzətini daddığı kimi, ibadətin və peşmanlığın acısını da dadmalıdır. Günahın ləzzətini daddığınız kimi, itayətin çətinliyini də dadmaq. Baxın, İmam Əli əleyhisselam tövbəni necə çətin, amma necə şərəfli bir zirvəyə qoydu. Sadəcə bağışla demək yetməz, dəyişmək lazımdır. İmam Əlinin bu ağır şərtlərini daha yaxşı anlamaq üçün Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləm dövründə baş verən və Qurani Kərimdə, Tövbə surəsində əbədiləşən tək bir hadisəyə toxunaq. Kəb ibn Malik. O, Təbuk döyüşünə getmədi. Tənbəllik etdi. Münafiq deyildi. Sadəcə səhv etdi. Döyüşdən sonra Peyğəmbərimiz gəldi. Hamı yalan bəhanələr uydurdu. Amma Kəb dürüst oldu. Bəhanəm yoxdur, ya Rəsulallah. Nəfsimə uydum, dedi. Baxın, tövbə prosesi başladı. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ona və iki dostuna danışdırmamaq cəzası verdi. 50 gün. Bütün Mədinə onlarla danışmadı. Salam verdilər, heç kim almadı. Kəb deyir ki, yeryüzü mənə dar gəldi. Öz vücudum mənə yük oldu. O qədər ağladı, o qədər peşman oldu ki, İmam Əlinin dediyi o əti əritmək şərti gerçəkləşdi. 50-ci günün səhəri Allah ayə indirdi. Allah onların tövbəsini qəbul etdi. Kəb məscidə qaçanda üzü nur kimi parlayırdı. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm gülümsəyərək dedi: Anandan doğulduğun gündən bəri sənin üçün ən xeyirli günü sənə müjdəliyirəm. Dərs budur. Səmimiyyət. Yalan danışmadı, bəhanə gətirmədi, əzabı çəkdi və təmizləndi. Siz də bəhanə gətirməyin. Cavanlıqdır, zəmanə pisdir deməyin. Mən etdim Rəbbim, səhv mənimdir, deyin. Bəs tövbə bizə nə qazandırır? Sadəcə axirətimizi mi qurtarır? Xeyr, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm və İmam Əli əleyhisselam buyurur ki, tövbənin dünya həyatına da möhtəşəm təsirləri var. Ruzinin artması. İmam Əli əleyhisselam buyurur ki, istiğfar, yəni tövbə, ruzini cəlb edən maqnitdir. Quranda Nuh surəsində buyurulur ki, siz bağışlanma diləyin ki, Allah göydən bol yağış, yəni bərəkət yağdırsın. Mal dövlətinizi və oğul uşağınızı artırsın. İşiniz düz getmirsə, səbəbi bəlkə də tövbəsizlikdir. Bəlaların uzaqlaşması. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur: Allah bir qövmə əzab vermək istəməz, əgər onların içində istiğfar edənlər varsa. Sizin tövbəniz ailənizi qəzalardan qoruyan bir qalxandır. Qəlb rahatlığı. Günah ürəyi sıxır, tövbə isə o düyünü açır. Əstağfirullah dediyiniz an çiyninizdən dağ götürülür. Allahın sevgisi. Ayədə buyurulur, şübhəsiz ki Allah tövbə edənləri və təmizlənənləri sevər. Bəqərə 222. Allahın sevdiyi qula kim zərər verə bilər? İndi isə, əziz və dəyərli izləyicilər, ilm öyrəndik, hikməti duyduq. İndi tətbiq vaxtıdır. Sizdən xahiş edirəm, harada olursunuzsa olun, gözlərinizi yumun. Özünüzü Allahın hüzurunda tək başına hiss edin. Heç bir bəhanə olmadan sadəcə mən gəldim deyin. İndi mənimlə birlikdə İmam Əlinin əleyhissalam və Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin öyrətdiyi bu ən gözəl tövbə cümlələrini təkrar edin. Əstəğfirullahə Rabbi və ətubu iləyh. Rəbbim olan Allahdan bağışlanma diləyirəm və ona tərəf qayıdıram. Səhv yoldan döndüm, Allahım. Allahümmə iğfirli mə qəddəmtu və mə əxxartu. Allahım, əvvəl etdiyim, sonra edəcəyim, gizli etdiyim və aşkar etdiyim bütün günahlarımı bağışla. Rabbi, inni zələmtu nəfsi zulmən kəthira. Rəbbim, mən nəfsimə çox zülm etdim. Günahları səndən başqa bağışlayan yoxdur. Mənə öz qatından rəhmət et. Yə səttarəl-uyub. Ey ayıbları örtən,
Mənim çirkinliklərimi ört, məni təmizlə. İlahi, qəbul et məni. Qapından qovma. Məni sevdiklərinin sırasına yaz. Unutmayın, ən xeyirli insan heç günah etməyən deyil, səhv edib dərhal tövbəyə qaçandır. Əgər bu video sizin ruhunuza bir məlhəm oldusa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun və rəy bölməsində bugünkü dərsimizin xülasəsi olaraq bunu yazın. Allahım, sən əfv edicisən, əfv etməyi sevirsən, məni də əfv et. Tövbəniz qəbul, qəlbiniz pak, yolunuz cənnət olsun. Hələlik, Allah amanında.